Buraxılış imtahanlarının və qəbul imtahanlarının qeydiyyat tarixi açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Öncədən qeyd edək ki, imtahanların qrafiki mərkəzin saytının təqvim bölməsinə əlavə edilir. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 zonu olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədi ilə 2 imtahan gününə bölünüb. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 3 zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan bir ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı 18 fevral 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək. Birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq. Bu ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq.